Salam əziz kanalımızın izləyiciləri. Bugünkü bizim dərsimiz rus dilinə aid olacaq və bu günləri biz sizlə dialoq oxuyub tərcümə edəcəyik. Bu çox yaxşı, nitqimizin inkişafına kömək edir. Sözlərdə vurğuların düzgün qoyulmasına və intonasiyanı aradan qaldırmasına da həmçinin kömək edir. Hatırlatmaq istəyirəm sizə ki, dərslər Skype vasitəsilə aparılır. Həftədə 2 dəfə saat yarım olmaqla həm fərdi dərslər deyilir, həm qrup şəklində, həm böyüklərə, həm də uşaqlara. Əlaqə nömrəsi 050 451 76 51. Gəlin başlayaq. Оля, у вас большая семья? Оля, sizin ailəniz böyükdür? Да, у меня большая семья. Bəli, mənim böyük ailəm var. У меня есть бабушка, дедушка, родители, брат, сестра, муж, дочь. Mənim nənəm, babam, valideynlərim, qardaşım, bacım, ərim və qızım var. У тебя есть дочь? Sənin qızın var? Да, bəli. Сколько ей лет? Onun neçə yaşı var? Ей 10 лет. Onun 10 yaşı var. Она учится в школе. O məktəbdə oxuyur. А сколько лет бабушке и дедушке? Nənənin, babanın bəs neçə yaşı var? Бабушке 75 лет, дедушке 78 лет. Kim yaşın dəyişini bilmirsə, zəhmət olmasa bundan əvvəl bizim kanalda olan dərsləri izləsin. Orada yaş mövzusuna aid ayrı bir mövzu var. Növbəti dialoqumuz. Lena, это твоя подруга? Lena, bu sənin rəfiqəndir? Да, это моя подруга. Bəli, bu mənim rəfiqəmdir. А как ее зовут? Onun adı nədir? Ее зовут Ира. Onun adı İradır. А сколько ей лет? Onun neçə yaşı var? Ей 18 лет. Onun 18 yaşı var. Она работает или учится? O işləyir yoxsa oxuyur? Она учится в университете. O universitetdə işləyir, oxuyur, üzr istəyirəm. Она замужем? O ərdədir. Нет, она не замужем. Hayır, o ərdə deyil. У нее есть родители, брат, сестра. Onun valideynləri var, bacısı, qardaşı. Конечно, у нее есть родители. Есть брат и нет сестры. Əlbəttə onun valideynləri var. Qardaşı var, bacısı yoxdur. Brat женат. Qardaşı ailəlidir ya da evlidir. И у него есть сын. Və onun oğlu var. Сыну 3 года. Oğlunun 3 yaşı var. Növbəti dialoqumuz. Познакомьтесь, пожалуйста, это мой друг Майкл. Tanış olun zəhmət olmasa. Bu mənim dostum Michael'dır. Очень приятно. Çox şadam. А меня зовут Саша. Mənim adım Saşadır. Michael, вы говорите по-русски? Michael, siz rusça danışırsınız? Да, я немного говорю и понимаю по-русски. Bəli, mən biraz rusça danışıram və başa düşürəm. Саша, а кто вы по профессии? Саша, sizin peşəniz nədir? Я врач и работаю в больнице. А вы? Mən həkiməm və xəstəxanada işləyirəm. Bəs siz? Я экономист. Работаю в банке. Mən iqtisadiyyatçıyam və bankda işləyirəm. Michael, а сколько вам лет? Michael,
Bəs sizin neçə yaşınız var? Мне 35 лет. Mənim 35 yaşım var. А вам? Bəs sizin? Мне 37 лет. Mənim 37 yaşım var. Саша, а у вас есть семья? Саша, sizin ailəniz var? Да, у меня есть жена, сын и дочь. Bəli, mənim arvadım, yəni həyat yoldaşım, oğlum və qızım var. Сыну 12 лет и дочери 5 лет. Oğlumun 12 yaşı var, qızımın isə 5 yaşı var. А кто ваша жена? Və sizin yoldaşınız kim işləyir? Yəni peşəsini soruşur burada. Она преподаватель, работает в институте. А вы женаты? O müəllimdir, institutda işləyir. Bəs siz evlisiniz? Да, я тоже женат. Bəli, mən də həmçinin evliyəm. У меня есть сын. Mənim oğlum var. Ему 5 лет. Onun 5 yaşı var. Bugünlük bu qədər. Kanalımızı izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Zəhmət olmasa dərslik haqqında sual verməyin. Mən neçə dəfə də bunu ayrıca vurğulamışam ki, dərslik haqqında heç bir məlumat verilmir. Həmçinin onu da bildirmək istəyirəm. Dərslər səhər, günorta və axşam saatlarındadır deyilir. Yəni kimsə işdən sonra məşğul olmaq istəyirsə, yəni kursa gedə bilmir, vaxt tapa bilmir. İşdən sonra da həmçinin biz saat 6-dan 10-a kimi dərslərimiz də olur. Oldu, sağ olun.